Bir bacı soruşur ki, bir bank kredit kartından faiz hesablanmamaq şərti ilə nəsə bir şey almaq olar? Yox, ümumiyyətlə kredit kartları istifadə etmək olmaz. Düzdür, orada kredit kartlarda şərtdə məsələn yazılır ki, məsələn kredit liniya verilir. Hə, məsələn 10.000 manat xərcləyə bilərsiniz. 40 gün ərzində onu bağlasanız, onda faiz gəlmir. Düzdür, belə şərtlər var və bəzi müsəlmanlar deyirlər ki, biz xərcləyirik, sonra qoyuruq geri, faiz alınmır. Olar, yox, olmaz. Ümumiyyətlə o kredit kartı almaq olmaz. Niyə görə? Çünki o kredit kartı alanda siz orada imzalayırsınız. Siz imzalayırsınız təqdi, orada siz o müqavilədə boynunuza götürürsünüz ki, siz hazırsınız ribanı ödəməyə. Siz geciksəniz, siz riba ödəyəcəksiniz. Yəni siz riba şərtinə qol çəkirsiniz. Riba şərtinə qol çəkmək elə özü ribadır. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm hədislərin birində bəyan edib ki, riba verən, şahidlik edən və bu müqaviləni yazan hamısı riba edir və hamısı eyni günah daşıyır. Hədislərdə belə gəlir. Ona görə bu müqavilə əslən qol çəkmək də düzgün deyil. Debit kartı istifadə edin, öz pullarınızı xərcləyin. Vəssalam. Allah xeyir.